Azad çəkək qardaşım. 17 sot yarımın içində əsildədir o bağı. Bir dənə xoruz cəmizi çək. Cip 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 cip. Bunlar da qalsa ya əziz izləyicilərimiz. Bax bu bağı bir dənə qardaşım bağı çək. Bağı çək Azad, bağı çək. Bax burada əziz izləyicilərimiz. Meyvə ağaclarından yoxdur. Nə meyvə ağacı istəyirsiniz? Var burada. Üzümündən tutmuş, şanısından tutmuş, göycəsindən tutmuş, nar ağacı, nə bilim, heyvə ağacı, gilas ağacı, hər bir şey var da əzizlər, badam ağacı. Baxın. Azad, gəl bura qardaş. Gəl bura. Bir dənə dərirəm, halallığını verərsiniz. Bəhbəhdir də, burada giriş gavalı, nə bilim. Evimizdəki əziz izləyicilərimiz Albalda yerləşir. Vişnovkada. Bağlar marketin yaxınlığıdır. Çox gözəl yerdir, əla yerdir, həqiqətən. Dosta qardaşa qismət olsa evdir. Əsl bağ evi axtaranlar. Ekran başına sona kimi izləyin, bir dənə çaylarımızı sözün. Bu evi sona kimi bax. Azad indi hal-hazırda bir dənə evin qarşısına gedir yavaş-yavaş. Evimiz 2 mərtəbə, üstü mansard, çox gözəldir. Daroşkanı çək, yerlənəcəyimiz. Görürsən, səliqəli də bu evə baxan, bu bağa baxan. Həqiqətən bizim dayımızdır. Çox həvəskar adamdır. Baxın, bisetkası, söhbətgahı. Super. Manqalnisi, sanitar qovşağı. Çək buranı qardaşım. Bir dənə o stola var, bir dənə ona var, kreslo, bəh. Onda uzanırsan, bir dənə çayın qabağında oturursan orada, bəh. 2 dənə maşınlıq qarajımız, giriş qapımız, əldamlar həyətdə, yolka ağaclarından tutmuş, badam ağacı, nə bilim, zeytun ağacı. Bu həyətdə gavalı, hər şey var da qardaş, gəncir, feyxuva da var. Nə bilim, həqiqətən cənnət məkan. Bizim dayımız cənnəti məkanı satır. Allah köməyi olsun. İnanırsınız, buranın qiyməti də çox münasibdir. Alan adam buranı. Elə bir ki, nə bilim, cənnətdə yaşayardı, burada yaşasa. Qardaşım, bir dənə daxil olma 1-ci mərtəbədə yerləşən mətbəximizdir. Və orada da yerləşən, mətbəxin daxilində yerləşən, bura mətbəxdir, 1-ci mərtəbədə yerləşən. Bir dənə də istirahət otağımız var orada. İstirahət otağını çəkək qardaşımsa. Superdə, gəldin həyətdə işlədin, gəldin bir dənə çayvi, uzandın istirahət otağında, istirahət verədin, yuxarı qalxmırsan. Qardaşım, piləkanı da çək. Videonu saxlayarsan, qalxaq yuxarıda davam edəyək videonu. Çək piləkanı. Çək, bu gözəlliyi çək Azad. Hələ bunun mansardı da var, mansarddan da o gözəlliyi çəkəcək. Burada da ki, kombi xanadımızdır falandır, evimizin stilik sistemi kombi iləndir. Gəl daxil olaq evin içinə, otaqlarla da sizi tanış edəyək. Daxil ol qardaşım. Bura bizim dəhlizimizdir. Üzbəüz yerləşir bizim hamam otağımız. Hamam otağımızı çək. Hamam otağımızdır. Mətbəximizdir. Mətbəximizi də çək qardaşım. Mətbəx mebelimiz alımız hamısı var. Gəl bir də qonaq otağını çəkək. Bizim dayımız köhnə kişilərdəndir. Bir dənə şəklə bax orada, divarda. Sovet də, SSR-i, belə deyək. Kes qardaş, kes bura. Burada bizim bir yataq otağımızdır və şkaflarımız da var burada qardaş. Bunu çəkək bir dənə qardaş. Divarın içindədir, sirmə ilə. Bildin, gəl bura. Həqiqətən burada mən qayıtdım uşaqlığıma. O vaxtı bağlar var idi, o abı havanı verir ev mənə. İnanın ki, bu bağı alan uduzmaz. Gəl bunu da çəkək qardaşım. 2 dənə yataq otağı yuxarıdır, bir dənə zaldır, mətbəxdir, hamam otağıdır və mansardına çıxışdır. Çıx qardaşım, çıx. Saxla. Biz qalxdıq əziz izləyicilərimiz, hal-hazırda mansardındayım. Qardaş, qaldır kameranı, qaldır mansardı görsünlər. Bəh. Bir dənə qardaş burada gəmiyə bax. Əl işləri var ya burada. Meymuna bax, meymuna. Meymunu çək qardaş. Meymuna bax.
Səni tapmışam ay Azad, gəl bu tərəfə. Azad qardaşımızdır. Bir dənə qardaş, bu köhnə kitablar Azadlarda dayımız bizim dəhşət adamdır. Özümə mən həqiqətən simpatiyam yarandı bu kişiyə. Qardaşım, bura Vişnovkanın ən hündür ərazisidir Albalının. Bütün başı ayağımın altındadır. Vinokumuz da buradadır. Bir də indi mən bir də müşahidə edeyim buranı, görüm nə var nə yox. Hər şey, hər yer görsənir qardaş. Hər yer görsənir. Bütün kəndlər görsənir buradan. 17,5 sotun içində. Əziz izləyicilərimiz. Həm evə, həm torpağı kubça. Evimizin otaqları 4 dənə otaq, mansard, 2 dənə mətbəx. Həyətində də ki, yoxdur. Bütün meyvə ağaclarından tutmuş. Nə meyvə ağacı istəyirsinizsə var. Keç bura qardaş. Keç qardaşım. Start qiymətimiz 194.000 manat. Əziz izləyicilərimiz. 194.000 manat heç bu evin, bu həyətində, yəni bağın. Hamısı görsənir qardaş, dənizə kimi görsənir. Bu bağın 195.000 heç torpağının puludur. Heç torpağının puludur. Əziz izləyicilərimiz. Həqiqətən buranı almağa tələsin. Ekskluziv variantdır. Gəlin, tələsin bu evi almağa. Mən də siz üçün necə variantlar çıxardım bundan artıq. Əla, videonu bəyənin, qayd edin. Bugünə bu qədər. Sağ olun, minnətdarım.